Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 23 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifəmizdə fundamental dəyərlərə malik güclü birlik başlıqlı məqalə yer alıb. Türk Dövlətləri Təşkilatının yaradılmasında və təşkilatlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir. Dövlətimizin rəhbərinin Macaristanda təşkilatın dövlət başçıları qeyri-rəsmi zirvə görüşündə iştirakı bunun aydın ifadəsidir. Xalqımız böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin Türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikasının qanunu və Azərbaycan Respublikası Prezidentinin sərəncamları isə ikinci səhifəmizdə yer alıb. Ətraflı tanış olmaq üçün bu səhifəmizə nəzər yetirə bilərsiniz. Üçüncü səhifədə isə fundamental dəyərlərə malik güclü birlik başlıqlı məqalənin davamı yer alıb. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edən növbəti uğurlu addımdır. Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız da çox əhəmiyyətlidir. Dördüncü səhifəmizdə isə olduqca əhatəli bir yazı yer alıb. Qarabağ Universiteti, Dirçəlişin akademik zəmini, ilk tədris ilinin nəticələri və perspektivləri başlıqlı məqalənin alt başlıqlarını sizə təqdim edirik. Dövlətin dəstəyi və uğurlu başlanğıc, cari tədris ilində prioritet fəaliyyətlər, ilk tələbələrimiz və uğurlar, beynəlxalq və yerli əməkdaşlıqda mühüm addımlar, növbəti tədris ilinə hazırlıq və perspektivlər. Günün siyasi nəbzi isə 5-ci səhifədə tutulub. Bu səhifədəki yazılar ölkəmizin dəstəyi hər zaman qiymətləndirilir, Azərbaycanla Macaristanın müstəqil siyasət yürütməsi ortaq dəyərlərdən qaynaqlanır, strateji müttəfiqliyin yeni arxitekturası başlıqları ilə verilib. Günün siyasi nəbzi həm də 6-cı səhifəmizdə tutulub. Əməkdaşlığın yeni istiqamətləri mühüm əhəmiyyət kəsb edir başlıqlı məqalədə qeyd olunur. Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ikinci qeyri-rəsmi zirvə görüşünün Macaristanda keçirilməsi bir sıra mühüm hadisələrlə yadda qaldı. Macaristanın yürütdüyü müstəqil xarici siyasət, habelə Avropa İttifaqının inteqrasiya strukturlarında olan yeri də nəzərə alınaraq, onun şərqə yenidən marağının artması daha çox iqtisadi praqmatizmlə diktə olunur. Prokurorluq Viyanada səfərdədir başlığı ilə məlumatsa 7-ci səhifədə dərc edilib. Mayın 22-sində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin cinayətin qarşısının alınması və cinayət mühakiməsi komissiyasının sessiyası çərçivəsində Viyana şəhərində işgüzar səfərdə olub. Günün siyasi nəbzi tutulan 8-ci səhifəmizdə Azərbaycan-İran münasibətləri transformasiya yolunda başlıqlı məqalə yer alıb. Səfirliyimizə edilən hücum bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən qınandı. Diplomatik nümayəndəliklərin toxunulmazlıq prinsipinə zidd olduğu vurğulandı. Hadisə həm də regionda yaranmış yeni siyasi reallıqların da bir təzahürü idi. Azərbaycanın artan gücü, öz sərhədlərinə və suverenliyinə sahib çıxması, İranın o zamanki Cənubi Qafqaz siyasətindəki ciddiyyətli və bəzən aqressiv davranışları ilə toqquşurdu. Sülhə hesablanmış diplomatik siqnallar və gərgin dialoqlar başlığı ilə bir yazıda 9-cu səhifəmizdə dərc edilib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin arasında mayın 19-da baş tutan telefon danışığı beynəlxalq gündəmdə rezonans doğurdu. Trumpın ikinci prezidentlik dönəmində Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə yönəlik çağırışları və diplomatik addımları bu görüşə olan diqqəti daha da artırdı. Yeni Kaledoniya istiqlalının qarşısında Paris repressiyası. Bu məqalə isə 10-cu səhifəmizdə yer alıb. Hesabatda bildirilir ki, Yeni Kaledoniyada kanaklara qarşı açıq və strukturlaşdırılmış iqçilik hökm sürür. Təhsil sistemindən tutmuş iş yerlərinə, vəzifələrə, təyinata, sosial yardım proqramlarına və ictimai nəqliyyata qədər kanak xalqı institusional ayrı seçkiliyin hədəfindədir. Bu diskriminasiya xüsusilə hüquq mühafizə orqanlarında və məhkəmə sistemində daha qabarıq hiss olunur. 11-ci səhifəmizdəki yazı Əzmlə təbiətin keşiyində başlığı ilə verilib. 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı sadəcə bir tarix deyil, Azərbaycanın yaşıl gələcəyinə, təbiətə və milli sərvətlərə göstərdiyi qayğının və hörmətin simvolik ifadəsidir. Talış dağlarında meşə nəzarətçisi, Naxçıvanda su ehtiyatlarını tənzimləyən mühəndis, Abşeronda laboratoriyada analiz aparan mütəxəssis, hər biri bugünün qəhrəmanlarıdırlar. Bugün olan buraxılışımızın son səhifəsi isə idman daimi zirvələrdə və hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.